dinimizdə tapşırıqla yaşamaq, göstərişlə yaşamaq, gözəl yaşamaq sayılır. Əgər Qur'ana, dinə sual versən ki, mən necə eləyim ki, həyatım gözəl olsun, necə eləyim ki, xoşbəxt olum, necə olum ki, həyatım daha da rəngarəng olsun, ətirli olsun, təravətli olsun, xoş olsun. Bəli, din buyurur ki, sərbəst yaşama, tam müstəqil yaşama, göstərişlər əsasında yaşa, əmrlər əsasında yaşa və ürəyin istəyən kimi yaşamaq, ürəyin istəklərini hər dəfə həyata keçirtmək insan həyatını gözəlləşdirmir. Və insanın buna da ehtiyacı var ki, insana ali dərgahdan, ali səviyyədən göstərişlər verilsin, tapşırıqlar verilsin və insan o tapşırıqlara əməl edərək yaşasın. Bəli, bu yaşam tərzi insan üçün daha gözəl olacaq. Əsasən iki cür yaşam tərzi var. Dediyimiz kimi, istəklərlə yaşamaq, qaydalarla yaşamaq, göstərişlərlə yaşamaq. Adətən cavanlara bunu təlqin edirlər ki, sən istəklərinlə yaşa və bu ömür sənə bir dəfə verilibsə, ürəyin necə istəyir o cürdə yaşa ki, ta həyatın daha da xoş olsun. Bu təlqin olunur ki, cavanlar, gənclər özlərində məsuliyyət hiss eləməsinlər, tam müstəqil hiss eləsinlər, sərbəst hiss eləsinlər özlərini. Bu yaxşı hal deyil. Əksinə, yaxşı hal budur ki, bəli, o gənclərə, cavanlara və ümumiyyətlə insanlara müəyyən tapşırıqlar verilsin və o tapşırıqlar əsasında onlar öz həyatlarını yaşasınlar. Və Allah da insanın bu ehtiyacını nəzərə alıb. Allah bilir ki, insanın tapşırığa ehtiyacı var. İnsan bir söz eşitsin və ona əməl eləsin. Buna ehtiyacı var. Və Allah insanın maddi ehtiyaclarını təmin elədiyi kimi, onun mənəvi ehtiyaclarını da təmin edib. Nə cür? Ona peyğəmbər və imam göndərərək müəyyən hökmlər verməklə, tapşırıqlar verməklə. Onsuz da Allah dərgahından bizə tapşırıq gəlməsə, peyğəmbər və imam tərəfdən bizə tapşırıq gəlməsə, insan həyatında yenə də tapşırıqlar olacaq, yenə də göstərişlər olacaq. Valideyn ona göstəriş verəcək, müəllim ona göstəriş verəcək, qayda-qanun, ictimai qaydalar, dövlətin qaydaları, qanunları, bunlar hamısı göstərişlərdir. Və biz bunu dedik ki, insanın göstərişlərlə yaşam tərzinə ehtiyacı var. İnsan yorulur istəklərlə yaşamaqdan. Bir adamı buraxasan, tam istəklərlə yaşasın, onun digər canlılardan nə fərqi olar ki? Allah canlılara, heyvanlara qərizə verib, vəzifə verməyib. Amma insanlara qərizə verməkdən əlavə vəzifə də verib. İnsanın həyatı nə zaman xoş olur? Qərizəsinə əməl eləyəndə, yox, vəzifəsinə əməl eləyəndə. İnsanın boynuna düşən tapşırığı insan yerinə yetirəndə, bəli, bu zaman insan üçün həyat gözəlləşir. Mənalı olur. İnsan həyatdan şikayətlənmir. Ramazan ayında kim həyatından şikayətlənir ki? Hamı üçün həyatın elə bir mənası olur, dadı olur, duzu olur. Nə gözəldir Ramazan. Niyə görə? Çünki insan bu ayda əmrlə yaşayır, qadağanla yaşayır. O olmaz, bu olar, bu iş olmaz, bu iş olar. Bax, bunlarla insan elə hey, bax görürsən götürür, zəng vurur bir din xadiminə, bir axunda, bir ruhaniyə, bir dindara ki, mən məsələn filan yerdə filan cür elədim. Neyniyim? Mənim kəffarəm var, yoxdur, cəriməm var, yoxdur. Görürsünüz, insan Ramazanda tapşırıq dalıcandır. Mənim boynuma nə düşür? Neynəməliyəm? Səfərə çıxmışam, oruç tutmalıyam, tutmamalıyam. Tutsam necə olar, tutmasam necə olar? Xəstəyəm, tutmalıyam, tutmamalıyam. Tutmasam mənim hökmüm nədir? Görürsünüz, insan hökm axtarır. Məsələn, həcc ziyarətində də bu cürdür. Həcc ziyarətinə gedən adam, görsən, hər 5-də 3-də gəlir karvanbaşının yanına ki, indi neyniyəcəm? İndi mənim vəzifəm nədir? Hansı işi görəcəm? Bu işi gördüm, qutardım, sonra neynəməliyəm? Görsən, insan gedir eləyir, gəlir öz rəhbərinin yanına və yenə də göstəriş almağa.
Göstərişi alır, gedir eləyir. Gəlir, göstərişi alır, gedir eləyir. Allah, bu necə yaşamdır, necə həyatdır. Həcc ziyarətində o cür, Ramazanda o cür. İnsan elə bir tapşırıqlarla yaşayır. Bax, dindar həyatı tapşırıqlarla yaşam tərzidir. Çoxları da ötən məclislərdə dedik, dinə gəlmirlər, bilirlər ki, dindarlıqda yaşam başqa cürdür. Tapşırıqlarla yaşayırsan, əmirlərlə yaşayırsan, istəklərlə yox. Vallah, billah, əmirlərlə yaşamın gözəlliyi tam başqadır. Ürək istəyəndən yaşam tərzini hamı yaşayıb. Hamı onun dadını da bilir, duzunu da bilir ki, nə qədərdir. İnsan yorulur, yorulmur, şadlanır, şadlanmır. Gedir, məsələn, öz halına qulluq eləyir. Öz keyfinə qulluq eləyir. Baxır, görür ki, yox, bu qulluğun nəticəsi nə oldu? Bir saatdan sonra xəbər gəldi ki, bu adam ya ölüb, ya xəstələnib, ya xəstəxanadadır, ya da ağır vəziyyətdədir. Yaxşı, bu necə ləzzətə, keyfə qulluq eləmək oldu ki, bir saatdan sonra səsi başqa cür çıxdı bunun. Allah buyurur, gəl mənim bəndəm. Səni görürsən, ürəyin istəyən kimi yaşamaq hara apardı, çıxartdı, gəl mən sənə bir dənə təklif verim. O da bundan ibarətdir ki, sən gəl mən deyən qaydalarla yaşa, olar olmazlarla yaşa. Gör onda necə olacaq? Sənin səsin hardan gələcək? Hansı zirvələrdən gələcək? Hansı yerlərdən gələcək? Bax, bu da əsas. İnsanlara gərək bunu çatdırasan ki, necə ki, dinin də vəzifəsi elə budur. Din istəyir insanlara bunu çatdırsın ki, vəzifənlə yaşasa insan, vəzifələrinə, boynuna düşən vəzifələrə əməl edərək yaşasa insan, onun həyatı gözəl olacaq.